وسط البقاع في صفوف الطغاة ووقور اللئام وجحور البغاة ما بقى من كلام غير كر الأباد. Şeyh Muhammed bin Abdülvahhab rahimehullah teala Durarus Saniyədə 1-ci cilddə 128-ci səhifədə deyir ki, bu 4 məsələni bilmək lazımdır. Birincisi elmdir. Elm hansı ki Allahı, onun peyğəmbərini və İslamın dinini dəlilləri ilə bilməkdir. İkincisi isə bu elmə əməl etməkdir. Üçüncüsü insanları buna dəvət etməkdir. Və dördüncüsü bunun uğrunda çəkilən bütün sıxıntılara səbr etməkdir. Bütün bunların dəlili isə Allah Azze ve Celle'nin bu ayətidir. Bismillahirrahmanirrahim. Vel-asr. İnnel insane lafi xusr. Əsrə and olsun ki, insan zərərdədir. İnnellezine amenu ve amilus-salihati ve tevasav bil-haqqi ve tevasav bis-sabr. Ancaq iman edən, salih əməl işləyən, bir-birlərinə haqqı tövsiyə edən və bir-birlərinə səbri tövsiyə edən kimsələrdən başqa. Şafi rahimehullah, İmam Şafi, əgər Allahın qullarına, yəni bu surədən başqa bir höccət belə deyək də, enməmiş olsaydı, yəni bu onlara yetərdi, yəni bu kifayət. Buxari rahimehullah deyir, yəni belə bir bab açır, babın adı elm sözdən və əməldən öncədir. Və bunun dəlil olaraq da Allah Subhanahu Teala'nın buyruğunu deyir ki, artıq bil ki, Allahdan başqa ilah yoxdur, günahların üstündə bağışlanma dilə. Daha sonra isə Allah Subhanahu Teala söz və əməldən öncə elm ilə başlamışdır demişdi. Yəni, bilməyi, elmi söz və əməldən öncə vurğulamışdı Allah Azze ve Celle. Və şeyx yenə davam edib, deyir ki, Allah sənə rəhm etsin. Hər müsəlman qadın və kişinin üzərinə bu məsələləri bilməsi və onlarla əməl etməsi vacib məsələdir, yəni vacibdir. Birincisi, Allah bizi yaratmış, ruziləndirmiş və öz başımıza, yəni başıboş bir şəkildə buraxmamışdı. Əksinə bizə bir peyğəmbər göndərmişdi. Kim ona itaət edərsə cənnətə girər, kim də ona üsyan edərsə cəhənnəmə girər. Bunun dəlili isə Allah Subhanahu Teala'nın bu buyruğudur. Müzəmmil surəsinin 15-ci 16-cı ayələrində deyir: Biz sizə haqqınızda şahidlik edəcək bir peyğəmbər göndərdik. Necə ki Firavuna da bir peyğəmbər göndərmişdik. Sonra Firavun peyğəmbərə qarşı gəldi və onu ağır bir şəkildə yaxaladıq. İkincisi isə Allah Subhanahu ve Teala'nın ibadət məsələsində hər hansı bir kimsənin özünə ortaq qoşulmasından razı olmaz. Yəni Allah Subhanahu ve Teala ona ibadətdə heç bir şəxsi, heç bir şeyi özünə ortaq qoşulmasından razı olmaz. Nəinki başqaları, hətta mükərrəb bir mələk də olsa, göndərilmiş bir peyğəmbər dahi olsa, durum belədir. Bunun dəlili isə Allah Subhanahu Teala'nın bu buyruğudur. Cin surəsində Allah Azze ve Celle deyir ki, məscidlər Allahındır, elə isə Allah ilə birlikdə kimsəyə dua etməyin. Üçüncüsü isə belədir. Rəsulullah itaət edib Allah'a birləyən bir kimsənin özünə ən yaxın kimsə belə olsa, Allah'a və Rəsuluna qarşı düşmənçilik edən insanlarla dostluq etməsi caiz deyildir. Bunun dəlili isə Allah Subhanahu Teala'nın bu buyruğudur. Mücadilə surəsində Allah Azze ve Celle deyir ki, Allah'a və axirət gününə inanan bir toplumun ataları, oğulları, qardaşları yaxud da əqrabaları belə olsa, Allah və Rəsuluna qarşı düşmənlik edənlərlə dostluq etdiyini görə bilməzsən. Allah onların qəlbinə imanı yazmış və qatında bir ruh ilə onları dəstəkləmişdir. Onlar içlərindən ırmaqlar axan, altından çaylar axan cənnətlərə daxil olunacaq, orada əbədi qalacaqlar. Allah onlardan razı olmuş, onlar da Allahdan razı olmuşlar. Onlar Allahın firqəsidir. Yaxşı bilin ki, qurtuluşa varacaq olanlar da Allahın firqəsidir. Və şeyx sözünə davam edərək deyir ki, bil ki, Allah səni özünə itaət etməyə sövq etsin. İbrahimin dini olan həniflik ibadəti Allaha xas qılaraq Allaha ibadət etməkdir. Allah Subhanahu Teala bütün insanlara bunu əmr etmişdi və insanları bunun üçün yaratmışdı. Necə ki Allah Subhanahu Teala belə buyurur: Mən cinləri və insanları ancaq mənə ibadət etsinlər deyə yaratdım. Zariyat surəsində. Buradakı mənə ibadət etsinlər, yəni
məni birləsinlər anlamına gəlməkdədir. Allah Subhanahu və Teala əmr etmiş olduğu ən önəmli şey tövhiddir. Tövhid ibadətdə Allahı birləməkdir. Allahın qadağan etmiş olduğu ən önəmli şey isə şirkdir. Şirk isə Allah ilə bərabər bir başqasına dua etməkdir. Bunun dəlili isə Allah Subhanahu və Teala'nın bu buyruğudur. Allaha ibadət edin və ona heç bir şey şərik qoşmayın. İsa surəsində deyir. Sənə hər insanın bilməsi gərəkən 3 əsl nədir deyə soruşulduğu zaman de ki, qulun Rəbbini, dinini və Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmin bilməsidir. Sənə Rəbbin kimdir deyə soruşulduğu zaman de ki, Rəbbim məni və bütün aləmləri nemətləri ilə tərbiyə edən Allahdır. O mənim məbudumdur. Ondan başqa məbudum yoxdur. Bunun dəlili isə Allah Subhanahu Teala'nın həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur buyruğudur. Allahın dışındakı, Allahdan başqa hər şey aləmdir. Mən də bu aləmin bir fərdiyəm. Sənə Rəbbini nə ilə tanıyırsan deyə soruşulduğu zaman de ki, onu ayətləri ilə, məxluqatı ilə tanıyıram. Gecə, gündüz, günəş və ay onun ayətlərindəndir. 7 qat göy və içindəkilər, 7 qat yer və içindəkilər və bunların arasında olanlar onun məxluqatındandır. Bunların dəlili isə Allah Subhanahu Teala'nın bu buyruğu. Fussilet surəsində gecə, gündüz, günəş və ay onun ayətlərindəndir. Günəşə də, aya da səcdə etməyin. Bunları yaradan Allaha səcdə edin. Əgər ona ibadət edəcəksəniz. Başqa bir ayətdə isə şübhəsiz ki, Rəbbiniz göyləri və yeri 6 gündə yaratan, sonra ərşə isteva edən, gecəyi durmadan özünü qovalayan, gündüzə bürüyüb örtən, günəşi, ayı və ulduzları əmrinə boyun əydirmiş durumda yaratan Allahdır. Biləsiniz ki, yaratmaq da, əmr etmək də ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə ucadır. Rəbb isə özünə ibadət edilən deməkdir. Bunun dəlili isə Allah Subhanahu Teala'nın bu buyruğudur. Ey insanlar, sizi və sizdən öncəkiləri yaradan Rəbbinizə ibadət edin ki, Allaha qarşı gəlməkdən çəkinəsiz. O yeri sizin üçün bir döşək, göyü də bir bina edən, göydən su indirib, onunla sizə ruzi olaraq çeşitli nemətlər çıxarandır. Elə isə siz də bilə-bilə Allaha ortaqlar qoşmayın. Bəqərə surəsi. İbn Kəsir rahiməhullah belə deyir, bunları yaradan ibadəti də haqq etməkdədir. Yəni, bunları kim yaradıbsa, ibadəti də o haqq edir. Şeyx sözünə davam edir. Allah Subhanahu Teala çeşit-çeşit ibadət əmr etmişdir. İslam, iman, ihsan, dua, qorxu, ümid, təvəkkül, rəğbət, yəni yönəlmə, rəhbət, yəni çəkinmə, huşu, yəni dərin sayğı duymaq, yəni haşiyyət, yəni qorxmaq, yönəlmə, isti'anə, yardım istəmək, isti'azə, sığınma, istiğasə, mədəd, yəni ummaq, qurban kəsmək, bir adaq və adama bu ibadətlərdən, yəni bəziləridir. Bunun dəlili isə Allah Subhanahu Teala belə buyurur. Məscidlər Allahındır, elə isə onunla bərabər kimsəyə dua etməyin. Kim bu ibadətlərdən birini Allahdan başqasına yönəldərsə, kafirdir, müşrikdir. Bunun dəlili isə Allah Subhanahu Teala belə buyurur. Kim haqqında heç bir dəlili olmadığı halda Allah ilə birlikdə başqa bir ilaha dua edərsə, onun hesabı ancaq Rəbbi qatındadır. Şübhəsiz ki, kafirlər əsla qurtuluşa varamazlar. Yenə bir hədisdə dua ibadətin özüdür buyurulmuşdur. Bunun dəlili isə Allah Subhanahu Teala'nın bu buyruğudur ki, Rəbbiniz dedi ki, mənə dua edin ki, sizə qarşılıq vereyim. Mənə qulluq etməyi qürurlarına sığışdırmayanlar alçalmış bir şəkildə cəhənnəmə girəcəklərdir. Mömin surəsi 60-cı ayət. Qorxunun dəlili isə Allah Subhanahu Teala bu ayədə buyurur. Bu şeytan ancaq öz dostlarını qorxudur. Artıq onlardan qorxmayın, məndən qorxun ki, əgər möminsənizsə.